Salam hörmətli həmkarlar. Bugün sizlərə Configure Linux proqramımızı təqdim edirəm. Proqram Palo Alto Firewall cihazlarının optimizasiya işlərinin həll olunması üçün ideal bir həldir. Configure Linux proqramı sayəsində siz firewalllarınızda, şirkət firewalllarında təhlükəsizlik siyasətlərinizi daha da yüksək hala gətirə bilər. Eynən bununla da yanaşı optimizasiya işlərinizi daha qısa zamanda həll edə bilərsiniz. Bəzən layihələr ola bilər və ya da layihələrdən kənar olaraq siz firewalllarınızda optimizasiya işləri görmək üçün bu sizə bəzən 3-4 ay, bəzən isə daha çox zaman alır. Ancaq siz Configure Linux proqramı sayəsində artıq bu işlərinizi daha qısa zamanda 1 həftə, 10 gün, maksimum 1 ay içərisində bunu həll edə bilərsiniz. Proqram sizə nələri təmin edə bilir? Proqram firewallda gördüyünüz bütün security rulları, aynən qrup obyektlərdir, qrup adreslərdir, aynən bununla yanaşı URL filtringlərdir, custom URL'lardır. Bununla yanaşı siz təhlükəsizlik standartlarına uyğun olaraq cins benchmarkdan standartlarını tətbiq edə və firewallunuzu da daha gözəl standart konfiglərə gətirib çıxara bilərsiniz. Mən sizə qısa videolar verib başa salacağım. İlk birinci olaraq proqram necə işləyir onu izah edim. Daha sonra isə hər bir özəlliyinə hamısını mən sizə göstərəcəm. Bunun üçün mən hal-hazırda lokal firewall qurmuşam, hansı ki Avenger-də həmən bu Palo Alto Firewall-dur və mən həmən firewall-u biz proqrama əlavə edirik. Proqramın əlavə özəllikləri haqqında daha sonra etaplarla danışarıq. Mən istəyirəm biz bu proqram sayəsində nələr edə bilirik onları görəsiniz. Ona görə də lokal firewall-dur. Düşünməyin, bu lab mühitidir, beləsinədir. Hal-hazırda bu proqram Real Production-da işləyir. 12-dən çox firewall üzərində biz 12-dən çox firewall var üzərində və biz bu proqram sayəsində optimizasiya işlərimizi daha da mükəmməl şəkildə görə bilirik. Hansı ki bizim 1 il, 2 il ala biləcəyimiz optimizasiya işlərini qısa şəkildə 2-3 ay içərisində daha da ideal hala gətirə bildik. Və indi isə başlayaq. Birinci olaraq proqramın işləmə məntiqindən danışam. Dostlar, proqramda siz firewallları əlavə edirsiniz. Burada hər hansı hazırda mənim burada firewallumu, labda olan firewallumu görə bilərsiniz. Bunun üçün siz add firewall deyib, bura firewallunuzun adını, misal üçün deyək, adını yaza bilər, IP-sini və port qalır 443-cü port üzərindən müraciət edir. Və istəsəz bunu password olaraq bura username yazaraq, misal üçün admin və yaxud da nəsə bir parolunuz varsa onu yaza bilər. Username və parolunuzu yaza bilərsiniz. Və burada əgər sizdə firewallda VSIS varsa, bir neçə VSIS-dən ibarətdirsə firewallunuz, burada detect VSIS edə bilərsiniz. O zaman sizdə burada VSIS-lərin siyahısı çıxır. Videonun ən sonunda göstərəcəm VSIS-lərin də əlavə olunmasını hər şey görəcəksiniz. İstədiyiniz VSIS-i seçə bilirsiniz və hər bir VSIS-ə görə də firewall içərisində hamısını ayrı-ayrı da security rullarını hamısını detect edə bilirsiniz və optimizasiya işləri görə bilirsiniz. Və yaxud da ki, siz username parol yazıb əlavə etməklə yanaşı API key sayəsində də siz bura Palo Alto'nun API keyini əlavə edərək siz bura cihaza əlavə edə bilər və bu şəkildə görə bilərsiniz. Configure Linux proqramı siz bura firewall qoşduğunuzda avtomatik olaraq sizin loqları yığmağa başlayır. Hal-hazırda hər bir polisidə hansı loqlar gedir, hansı sorğular var, hamısını analiz edir və özündə loq olaraq bunları yığır. Və loq olaraq bunları yığdıqdan sonra biz gəlib artıq burada syslog bölməsinə daxil olun. Log bölməsinə gəldikdə baxın burada bizim görə bilərsiniz loqlar yığılır. Bu qədər məlumat yığılıbdır. Burada biz loqları necə yığa bilərik? Ola bilər ki, sizin şirkətdə, misal üçün bu proqramı qoşa bilərsiniz. Real Firewall-un özündən başlayıb loqlar yığa bilərsiniz. Misal üçün bu proqramı qoşdunuz, 6 ay gözləyirsiniz, 6 ay loqlar yığılır. Daha sonra o əlinizdə olan data sayəsində analizlər aparırsınız. Və yaxud da ki, siz istəsəniz əlavə olaraq bura panoramanı əlavə edə bilərsiniz. Daha sonra isə burada log yerində gəlib panoramanı aktiv edə bilərsiniz və artıq panoramadan da loqlar yığmağa başlayacaqdır bunun sayəsində. Eyni hal olaraq da əgər sizdə
daxildə syslog server və yaxud da ki CM varsa, hazırda CM-də və syslog serverdə bir ilin loqları saxlanılır. O zaman siz bura syslog serverinizin adını, IP-sini yazırsınız və save edirsiniz. Avtomatik Configure Linux proqramı həmən syslog serverdə və yaxud da CM-də sizin bura əlavə etdiyiniz firewalllar, məsələn, burada 2000 dənə firewall əlavə edə bilərsiniz. Bizim proqram 2000 dənə firewall dəstəkləyir. Və proqramı burada olan firewallların hamısının adlarını, IP-lərini analiz edir və həmən bura siz CM və yaxud da ki syslog əlavə etmişsinizsə, bu firewalllara uyğun loqlar hansı nədirsə, o loqların hamısını alır və siz bunu əldə edən kimi son bir ilin loqlarını alır və öz database'inə, lokal database'inə bu bilgiləri yazır. Artıq sizin əlinizdə bir ilin real datası olur. Və bu data əlinizdə olduqdan sonra biz artıq Configure Linux proqramı sayəsində biz artıq firewallda optimizasiya işlərini görə bilər və rullarımızı, eləcə də security standartlarımızı daha yüksək hala gətirə bilərik. Bura kimi hər şey aydındırsa, artıq keçək biz etap sayəsində bölmə-bölmə hansı özəlliklərdən yararlana bilərik, bunları birlikdə görək. Başlayaq dostlar. İlk birinci olaraq mən sizə firewallda, deyək ki, hər hansısa bir firewalla gəldik, hər hansısa bir dəyişiklik etdik. Hal-hazırda Configure Linux proqramına bu firewalla əlavə etdikdən sonra mən Pan iOS config bölməsinə gəldikdə bu firewallun real olaraq running configlərinin hamısını götürür. Mən firewallda hər hansısa bir misal üçün yeni bir policy yaradıramsa və həmən zamanı mən bu polisini yaratdım, commit verdimsə, avtomatik olaraq bu commit tamamlanan kimi Configure Linux proqramı real running configi avtomatik götürür. Yəni sizin əlinizdə şirkətdə olan firewallunuzun hər zaman commit olunduqda real running configini bu proqram götürür ki, siz sonra bunu istifadə edə bilərsiniz. Bu birinci olaraq. İndi mən burada commit verdim. Birazdan sonra biz gəlib baxdıqda burada biz bunu görə biləcəyik ki, daha sonra bir dənə commit götürüb və bura nömrələri qeyd edir. Əla. Daha sonra isə indi filtr etməyə keçməmişdən qabaq, əsas olaraq da sizin firewall'un nə qədər konfig cəhətdən düzgün olduğunu bilmək istəyirik. Bunun üçün bizdə əsas olaraq cins benchmark dediyimiz bu standartları firewall'unuzda test edə bilərsiniz. Bu nə anlama gəlir? Sizin ola bilər ki, şirkətdə firewall var, amma default bir parol istifadə oluna bilər. Admin kimi parol ola bilər və yaxud da ki, hər hansısa bir SNMP konfig olunub versiya 1-dir. Bunu kimi sizin konfiglərinizi standartlara uyğun olub olmadığınızı, hansı açıqlarınızın olub olmadığını bildirir. Bu onun üçün lazımdır ki, şirkətinizə sabah bir gün audit gəldikdə, audit check apardıqda sizdən açıqlar tapmasın deyə. Ona görə də siz hər burada olan firewallunuzun cins benchmark olaraq onun hansı standartlara cavab verdiyini görə bilərsiniz. Misal üçün, mən bu firewallu seçdim və run benchmark dedim. O zaman bu firewallun ən sonuncu running configini alır və avtomatik onun hansı standartlara uyğun olub olmadığını hamısını dedekt edir və biz bunu daha sonra isə HTML vəziyyətində yükləyə bilirik. Bu faylı yükləyirik və oturub hansı standartlara cavab verib vermədiyini müzakirə etməyə başlaya bilərik. Hal-hazırda bu bizim aldığımız nəticədir və gəlirik ki, firewallumuzda deməli 33 özəlliyi test edir. Burada device setup bölməsi var, user identifier olsun, high availability olsun, dynamic update'lərdir, security profile'lar, decryption'lar hamısını test edir. Ümumən 33 dənə security check'i var. Bunun içərisindən 7-si keçərlidir, amma 26-sı fail'dir. Nəticə olaraq 21% çox aşağı nəticədir. Və burada siz hər hansısa, baxın burada yazılıb ki, fail. Bu standartlara uyğun deyil. Misal üçün, baxın burada SNMP versiya 3 deyil. Versiya 3 olmalıdır. Buradığınızda gəlir bura sizlərə həmən bunun harada konfig edəcəyinizi bilgilərinin hamısını verir. Mən misal üçün, real bu firewall'a gəlib daxil olsam və device bölməsinə daxil olsam, SNMP trapa daxil olsam, görə bilərsiniz ki, məndə bu konfig olunmuyubdur. Ona görə də o belə göstərir. Və mən gəlib bura istəsəm SNMP versiya 3 olaraq bir dənə SNMP bağlasam, o zaman mən bu problemi artıq aradan qaldırmış oluram. Bunu fail kimi görmür. Gerçəkdən də görür ki, məndə SNMP versiya 3 istifadə olunur.
Və yaxud da ki, burada HTTP, misal üçün, baxın, burada yazıb ki, pass deyib burada nəyə görə? Deyir ki, management interface'də HTTP və telnet istifadə olunmur və düzdür, pass, aktivdir, yəni, keçərlidir. Təhlükəsizlik tərəfdən bu üstündür. Nə cəhətdə? Misal üçün, mən gəlim interface, management interface'ə, görə bilərik ki, məndə burada HTTP və telnet aktiv deyil, ona görə orada pass qoyub ki, aktiv deyil. Əslində, bunlar aktiv olmağı security tərəfdən açıq deməkdir. Standartlara uyğun deyil deməkdir. Tamam. Bunu kimi yoxlaya bilərsiniz. Mən buna real nümunə olaraq şirkətimizdə etdiyimiz bir firewall-u göstərə bilərəm. Hal-hazırda firewall-da biz bunun sayəsində öz daxili auditimizi edə bilir, öz firewall-umuzun nə qədər standartlara cavab verdiyini bilə bilirik və bunun üçün də biz bunun üzərində görür, hər hansısa bir fail varsa, standartlara uyğun olmayan bir konfig varsa, onları düzəldərik. Hal-hazırda firewall-u 97%-ə gətirmişik. Burada bizim üçün bir problem ola bilər ki, burada zone protection tətbiq yaratmışıq, amma tətbiq etməmişik interfeysə, bəzi problem çıxardı. Daha sonra tətbiq edəcəyik. Yəni, bu sayədə siz də öz lokal firewalllarınızın security standartlarına cavab verib-vermədiyini gözəl şəkildə də audit edə bilərsiniz. Bu da sizin üstünlüyünüzdür. Bu birinci etap. İkinci olaraq isə biz bu firewall cihazında daha çox özəlliklər edə bilirik. Misal üçün, məndə burada bir dənə policy var. Misal üçün, zamanla siz akseslər verirsiniz time'a görə. Misal üçün də 5 günlük, 3 günlük akseslər olur da. Sonra heç siz o akseslərə dəymirsiniz. O şəkildə də qalır. Amma artıq bizim configure list proqramı əgər vaxtı keçmiş hər hansısa bir, misal üçün, mən bu baxın, bu WWR access listini, policisini aktiv edirəm indi. Baxın, bayaq sönülüydü. Enable edirəm. Okay. Və gəlib daha sonra bunu commit edirəm. Və artıq avtomatik olaraq bizim configure list proqramı görəcək ki, bu access listdə time qeyd olunub. Bu bir ay yazmışam. Və həmən bu schedule, zaman artıq vaxtı bitibdir. Vaxtı bitibsə həmən polisini avtomatik olaraq disable edir. Misal üçün, mən bura həmən o bir ay yazım. Gələk. Bu görürsünüzsə 6-cı ayın 12-sində vaxtı bitibdir. İndi hal-hazırda 2026 7-ci aydır. Bitdiyinə görə də avtomatik bu schedule zamanın vaxtı. Ona görə də configure list proqramı siz bura hər hansısa bir firewall-unuzu bağladıqda avtomatik olaraq həmən polisini disable edir. İndi hal-hazırda enable edib commit verdim mən. Gözləyək və ən son nəticə olaraq görəcəyik ki, proqram bunu avtomatik olaraq disable edebilir. Bu da bizim üçün daha yaxşıdır ki, artıq hər hansısa bir polisilərlə vaxt itirib onların optimizasiya olunmasından işlərimizi yormuruq. Keçək daha sonra URL filteringə. Deyək ki, misal üçün siz də şirkətdə URL filtering tətbiq etmişsiniz və ya da custom URL-lar tətbiq etmişsiniz müəyyən bir serverlərə. Misal üçün, mən burada test01 adına URL filtering tətbiq etmişəm. Gəlin, indi biz configure list proqram sayəsində bu filteringi, URL filteringi daha optimal vəziyyətə gətirək. Mən gəlirəm daxil olan burada URL kateqori bölməsinə və burada mən firewall-umu seçirəm və sync object dediyimizdə avtomatik bizim burada nə qədər custom URL-larımız varsa bunun hamısını seçir. Daha sonra analiz aparır. Burada analiz apardığında son 6 ay, 3 ay, 6 ay və 1 ilə görə eləyə bilərik. Son 6 ay deyirəm. Son 6 ayda bizim üçün analiz aparır. Və burada artıq analizin nəticəsini bizdən paylaşır. Deyir ki, test01 adında bir dənə URL list var. Tamam, deyir burada 5 dənə URL qeyd olunubdur. Və istifadə olunanlar 0-dır, istifadə olunmayanlar 5-idir. Əgər sizdə şirkətinizdə URL filtering olaraq, deyək ki, burada 100 dənə URL qeyd etmişsinizsə, baxın, həmən URL-ların hamısını burada görsədir. Mən gəlib burada həmən URL-ları açsam, bu URL-ları, 5 dənə URL-ı siz burada da görə bilərsiniz. Tamam. Və siz bu polisinin üstünə vurduqda, bu URL filteringin üstünə vurduqda, avtomatik baxın aşağıda, bu hissədə istifadə olunmayanların siyahısı çıxır, avtomatik olaraq. Deyək ki, misal üçün, indi burada hamısı istifadə olunmur, bu lab ortamıdır. Sizdə isə belə olacaq. Misal üçün, burada 100 dənə, deyək ki, göstərdi ki, 100 dənə burada link istifadə olunur bu hissədə. Əla, aktiv istifadə olunanların sayı 80, istifadə olunmayanların sayı isə burada olacaq, misal üçün 20.
İndi hal-hazırda 5 yazılıb. Burada o yazıldı isə 20. Deməli sizdə 20 dənə link istifadə olunmur, amma siz akses vermisiniz qalıbdır. Və heç kəs istifadə etmir. O zaman gəlib bu URL filtering üstlərinə vurduqda siz həmən bu URL-ları burada görəcəksiniz. Misal üçün mən indi Microsoft.com-u silirəm. Deyək ki, bu heç istifadə olunmur. Tamam. Yalnız Microsoft.com-u sildim və quş qoydum bunlara, işarələdim və gəlib burada delete deyirəm. Və OK. Avtomatik olaraq həmin bu URL filteringin içərisində digər 2 dənəni silir, bu birlərin hamısını saxlayır. Və mən gəlib artıq burada, təzədən mən burada çıxaq başqa bölməyə, qayıtsam bura refresh etsək, artıq görə bilərəm ki, məndə URL filteringdə artıq qeyd olunan, istifadə olunan real linklər qalıbdır. Görürsünüz? Artıq Microsoft.com artıq silinibdir. Bu da sizin işlərinizi daha da optimal hala, təhlükəsizlik tərəfdən daha da gözəl hala gətirə bilir. Bu URL filtering olaraq birinci qayda kimi deyək. Daha sonra polisiyə qaydaq. Biz bəyəxların bir commit verdik. Onun nəticəsini görək. Polislər gəlsin. Baxın, bəyəx mən bu polisini enable etdim. Amma qayda yenə də disable oldu. Çünki bu polisinin zamanı, vaxtı bitibdir. Ona görə. Hal-hazırda keçərli deyil. Və hər bir polisini proqram özü tərəfindən nəsə etdiyində, disable etdiyində, o zaman altına belə bir yazır ki, configure links tərəfindən bu həyata keçirilib və bu rule disable olundu. Action olaraq disable'dır. Bu da bir açıqlamadır. Yandırıb hər dəfə bir polisiyə nəsə yazdığında öz adını vurur ki, bu gerçəkdən də configure links proqramı sayəsində bu həyata keçirilib. Daha sonra proqramda object bölməmiz var bizim. Əgər sizdə, baxın burada firewall-u seçdiyimizdə, həmən firewall-da gəlin burada live edək. Görək bizdə nələr var? Adreslər, adres qruplar, istifadə olunan və yaxud da obyektlər. OK, gələk bura. Firewall. Burada isə biz artıq, bizim deyək ki, firewall-umuzda, burada gəldik object. Adres bölməsində müəyyən adreslərimiz ola bilər ki, bizim. Baxın burada, misal üçün deyək. Gəlin baxaq. Burada bizim bir çox adres listlərimiz ola bilər. Tamam. Configure links proqramı nə edir? Əgər sizin bu adres hissəsində, obyektə adres hissəsində, misal üçün deyək ki, burada 5000 dənə adres var. Düzdür? Hansılar istifadə olunmursa, onları avtomatik olaraq silir. Yəni, bu birinin loguna əsasən, polislərinizi əsasən bilir və bilir ki, burada bəzilərini yaratmışsınız, amma heç bir polisi də yoxdur və gerçəkdən də bu istifadə olunmur, o zaman onları silir. Bu birinci özəllik. Və burada bunun hamısını görə bilər və istifadə olunmayanları buradan görə bilərsiniz. Test A. Bunu görürsünüz, işarələyə bilmirsiniz. Çünki bu istifadə olunur. Adreslərə gəldikdə, baxın, heç birini istifadə edə bilmirəm. Baxın, işarələyə bilmirəm. Çünki bunun hamısı istifadə olunur. Misal üçün, mən özümdən bir dənəsini yaratsam burada. Misal üçün, 1.1.1.1/32. Birazdan buna baxarıq. Bu istifadə olunmur deyə bunu biz seçə biləcəyik. Hansılar ki, istifadə olunursa polislərdə, bunları seçə bilmirik və əks halda seçə bildiklərimizdə işarələyib biz buradan delete deyərək avtomatik olaraq istifadə olunmayan adresləri silə bilərik. Tamam. Və yaxud da ki, burada eyni şəkildə adres qrupları da edə bilərik. Hansı ki, adres qrupları var, istifadə olunmursa, biz burada onların siyahısını görə bilər və işarələyə bilirik. Hal-hazırda bu istifadə olunur deyə polisi də, ona görə istifadə edə bilmirik. Tamam. İstifadə olunmayanlar varsa, avtomatik onları seçə bilirik. Seçən kimi də gəlib buradan bir dənə delete edirik və gedir, həmən obyektlərin hamısını təmizləyir. Tamam. Əla. Daha sonra, deyək ki, mən baxın bu test A adında bir dənə məndə qrup access veriləyibdir. Adres qrup olaraq access var. Gəlin mən sizə ilk öncə onu görsədim. Gözləyək. Test A adında bir dənə polis olmalıdır məndə. Qrup olaraq. Adres qrup. Test A. Baxın, burada bir polisi var. Gəncə to 28 may access 1-1 var. Və burada mən test A adında object qrup yaratmışam. Adres qrup. Tamam.
Və bu qrupun altında gəlin görək nələr var. Mən bu qrupa daxil olduqda bunun altında 3 dənə /24 dənə subnetlər qeyd olunubdur. Gəlin baxaq. Baxın, hal-hazırda 10, 10/24, 20 və 40 istifadə olunubdur. Və mən istəyirəm ki, hal-hazırda bu obyektdə real istifadə olunan IP-lərin siyahısını çıxarım. O zaman bunun üzərinə vurub, həmən adres qrupunun üzərinə vururuq. Əgər bu nə qədər polisidə varsa, ümumiyyətcə 100 dənə polisidə də ola bilər, 200 dənə polisiyə vura bilərsiniz bunu və analiz edirsiniz. Analiz aparandan sonra avtomatik olaraq bizdə burada indi gözləyək analiz bitsin. Okay. Analiz bitdikdən sonra bizdə burada avtomatik olaraq nəticə paylaşır. Deyir ki, sənin bu adres qrupunda real istifadə olunan bunlardır. 10-10-20 var, 10-10-10-250 var, 10-10-10-254 var, 10-10-20-20 var, 20-254 var, 10-10-40-222 var, bir də 254 var. Deyir, yalnız bunlar istifadə olunur. Yəni sən bunu /24-dən 3-ünü də versən də, amma real olaraq istifadə olunan bu adres qrupunun içərisində istifadə olunan real IP-lər budur. Bunu verir bizə. Avtomatik biz bunu gördükdən sonra biz burada apply deyib bunu biz belirləyərək bunu görə bilərik. Hansı ki biz burada prefer view deyərək biz burada nələr əlavə olunacaq, hansı şəkildə və nələr silinəcək bunların siyahısını verir. Deyir ki, mən burada 10-10-0/24-ü, 20-0/24-ü və 40-0/24-ü siləcəm. Ancaq bunları əlavə edəcəm. Baxın, bunlar adreslər yaradır. Sonra onlarda avtomatik olaraq, baxın, məndə belə bir adreslər yoxdur. 10-10-20, 10-10-10 adında elə bir adreslər yoxdur. /32 ilə subnetlər yoxdur. Deyir, avtomatik bunları adres olaraq yaradacağım. Sonra bu adresləri də həmən bu adres qrupunun içərisinə atacağım. Tamam, əla. Deyirəm, apply change, get et. Və gözləyirəm. Biz artıq apply change etdikdən sonra, baxın, burada artıq bizim üçün change tamamlandı deyir. Daha sonra isə biz qayıdırıq firewall-a və firewall-da artıq baxmağa çalışaq. Biz artıq görürük ki, artıq yeni, baxın, yeni adreslər yaradıb. Hansıları 10-10-20 idi, 10-20-254 idi, 30-0 var idi, bizdə istifadə olunurdu. Sonra baxın, 30-a aid, hansına aid nələr var idisə, bizdə burada change eləyəndə demişdi hansıları eləyəcək, bəyək göstərmişdi. Onların hamısını elədi və mənim adres qrupumu, bəyək ki, həmən adres qrupumu artıq spesifik halə gətirdi. Görürsünüz, yalnız /32 ilə həmən IP-lər /32 ilə adreslər yaratdı hansı ki. Və həmən adresləri də həmən adres qrupun içərisinə saldı. Avtomatik olaraq bu adres qrup artıq indi real olaraq hansı IP-lər istifadə olunur, onlara həyat edir. Və burada görürsünüzsə, decryption olaraq yazıb ki, bu configure list tərəfindən həyata keçirilir. Və bu şəkildə bunun optimizasiyasını apara bilərsiniz. İstər burada adreslər, baxın, mən bunu birlər əlavə eləmişdim. Baxın, görürsünüz, indi artıq seçə bilirəm. Çünki bu birlər heç yerdə istifadə olunmur. Heç bir polisidə istifadə olunmur və polisidə istifadə olunmadığına görə boşdadır və bunu belirləyib, mən buradan delete deyib, bunu da silə bilərəm. Tamam. Artıq mən firewall-a gəldikdə, mən burada birləri görməyəcəm. Görürsünüz, bu birləri silib artıq. Bəyək vardır. Əla. Bu da bizim hansı ki, həm URL olaraq filtrləmələrimizi, həm də object olaraq da həm object bölməsində adres qrup, eləcə də servis qruplarının da hamısını təmizləyə bilirik dostlar. Əla, bura kimi hər şey aydındırsa, indi isə daha bir özəllikdən bəhs edəcəm. İndi isə mən sizlərə security rulların və ya eləcə də NAT rulları və ya decryptionların optimizasiyasından bəhs edəcəm. Biz firewallları əlavə etdikdən sonra artıq bizdə bir logo da var. Biz burada security policy bölməsinə gəlirik. Burada istər security rulları və yaxud da NAT rulları və yaxud da decryptionların hamısını filtrləyə bilər və optimizasiya edə bilərik. Burada all firewall seçsəz, bu bütün firewalllar üçün keçərlidir. Və yaxud da ki, spesifik olaraq hər hansısa bir, misal üçün, məndə olan bu firewallı seçmək olar. Və yaxud da hamısını seçirsiniz. Gəlin başlayaq. Mən girirəm security rule bölməsinə. Və burada
hissə olaraq, bölmə olaraq deyirəm ki, mənim üçün disable olan rulların hamısının siyahısını gətir. Vurduğumda, indi məndə burada bir dənə firewall var. Bizim firewallda hal-hazırda bir dənə disable olunan polisi var. O da hal-hazırda ona schedule tətbiq olunmuş və disable olunmuş ruldur. Görürsünüz, bu rul var, disable'dır. Avtomatik olaraq bir dənə o rulu gətirdi mənə, disable olan rullarda. Bu 100 dənə firewall ola bilər. Siz buradan all firewall deyə bilərsiniz və disable deyə bilərsiniz ki, bunların siyahısını gətir deyə bilərsiniz. 100'ünün də siyahısını gətirə bilər. Biz artıq buradan select deyib 100 dənə deyək ki, firewallumuzda olan həmən bu rulların hamısını seçdik. Rulların hamısını seçdikdən sonra biz gəlib sağ tərəfə getdiyimizdə, baxın, burada görəsiniz ki, misal üçün 100 dənə və 200 dənə ola bilər də burada. Və burada siyah sayı görsənəcək. Məndə hazırda bir dənədir. Və delete deyirəm. OK deyirəm. Və avtomatik olaraq Configure Links proqramı gedir hər firewallda olan polisləri, həmən bu disable olan polislərin hamısını silir. Biz artıq təzədən gəlib security bölməsinə baxsaq, görərik ki, artıq bizdə gəlsin, artıq həmən polisi bizdə yoxdur. Bəyək burada yerləşirdi, buradaydı o polisi. Yoxdur artıq, sildi. Ancaq yadda saxlayın, Configure Links proqramı heç bir zaman commit vermir. Yəni, buradan gəlib hər şeyi yaddaşa vermir. Siz gəlib yaddaşa verdikdən sonra gəlir. Mən misal üçün, mən burada revert edib geri qaytar desəm, artıq həmən polisi görürsünüzsə qayıtı gəldi, oturdu yerinə. Yəni, bu hər şeyi silir, dediklərinizi eləyir. Ancaq ən sonda commit sizə məxsusdur. Özünüz yaddaşa verirsiniz. Tamam? Birazdan sonra biz gəlib artıq security bölməsinə baxsaq və ya da firewall'a gəlib təzədən sync desəm, rulları sync desəm, həmən polisini gətirəcək bura. Görürsünüz, disable olan polisi gəldi. Deyək ki, biz bunu gəldik, artıq bunu silmək istəyirik, bütün disable rulları. Delete etdik, avtomatik olaraq firewall'da həmən disable olunan bütün nə qədər rullar varsa, hamısını siləcək və ən son olaraq siz burada commit deyib yaddaşa verəcəksiniz. Tamam? Əla. Daha sonra isə mən gəldim rule bölməsinə, deyirəm ki, mənə shadow rulların siyahısını çıxar. Bütün shadow nə qədər rule varsa siyahısını çıxar. Baxın, məndə deyir ki, 6 dənə shadow rule var. Shadow olur, yəni bu bunların kopyasıdır. Okay? Və shadow rullara gəldikdə biz aynən firewall'da bunu görə bilərik. Gəlib hər hansı axırıncı commitimizə baxsaq və burada shadow bölməsinə baxsaq görərik ki, bizim eyni access dediyimiz buna 4 dənə shadow rule gəlir. Inside any dediyimizə isə bir dənə shadow rule gəlir. İnternet 2 dediyimizə isə internet 2-1 adında shadow rule gəlir bunlara. Normalda biz bunları bir-bir analiz edib silməkdənsə, artıq Configure Links proqramı bunların hamısını analiz edir, real nəticələri sizə verir və siz artıq burada deyirsiniz ki, get shadow rule'ları disable et deyirsiniz. Avtomatik olaraq nə qədər shadow rule varsa, ümumi 100 dənə firewall varsa burada, 200 dənə, nə qədər firewall əvvəl etmişsinizsə, avtomatik olaraq hamısında gedir bu shadow rule'ların hamısını disable edir. Gəlib indi biz baxsaq, gözləyin, baxın, N-1 bu disable olubdur. 28 may bu accessdir, Gəncə 28 bu AA hamısını disable edir. Çünki bu eyni access, bax bu rule, aşağısında olan bu 4 dənə rule zaten əzir. Zaten bu varsa bunlara heç zaman hit olmayacaq. Shadow'dur. Ona görə də bunu saxladı, avtomatik bunların hamısını disable etdi. Aynən də burada internet 2 accessi var, altında internet 2-1 var. Bunu disable etdi. Avtomatik olaraq bir yerdən biz shadow rule'ların hamısını nə edə bilirik? Disable edə bilirik. Və ən sonunda bunu yaddaşa vermir, siz özünüz gəlib commit verib yaddaşa verməlisiniz. Revert eləsəz geri qaytaracaq. Daha sonra isə burada hər hansısa bir polisləri üzərində analizlər apara bilərsiniz. Misal üçün, schedule yazırsınız, zaman qeyd olunmuş bütün polisləri sizə göstərir. Və misal üçün deyək, mən hər hansısa bir polisidə, deyək ki, bu polisidə hər hansısa bir schedule zaman qeyd edək. Gəlin yenisini yaradaq görsədim. Misal üçün, bir obyektə gəldim. Yeni bir schedule yaradıram. Gəlsin. Belə bir ad verək. Misal üçün, access olsun. Hər hansısa bir vaxt qoyaq misal üçün.
bugün ayın 8-i deyək ki 00:00'dan sabah ayın 9-u deyək ki 8:00 kimi. Okay? Sonra mən bu polisini, bu schedule'ı gedək hər hansısa bir polis ilə tətbiq edək. Misal üçün, gəlin deyib burada tətbiq edək. Gəlirəm bura, əlavə edirəm. Və commit verək artıq. Bu disable rule'lar hamısı disable'ın olduğunu commit edəcək və bayaq ki də delete etdiyimizi, disable olmuş rule da delete etdik, onu da silmiş olacaq. Əla. Və burada yoxdur. Hal-hazırda zamanla qeyd olunmuş polisi yoxdur deyə ona görə hal-hazırda belə göstərir. Hal-hazırda commit gedir. Commit tamamlansın, daha sonra davam edək. Dostlar, artıq commit tamamlandı və biz qayıdırıq Configure Linux proqramına və sync deyirik. Normalda hər 5 dəqiqədən bir real olaraq konfigləri çəkir. Biz manual etdiyimizdə gəlib sync deyirik və sinkronizasiya olur. Və indi mən polisiyə qayıtdığımda schedule'a gəlib schedule olan rule'ları dediyimdə görsət, schedule tətbiq olunmuş. Avtomatik burada görsədir. Və mənim hal-hazırda tətbiq etdiyim rule gerçəkdən buydu. GP Network Team Access. Və görə bilərik ki, bu həqiqətən həmən polisidir və qeyd olunan adıdır bu və nə vaxt bitəcək onu qeyd edir. Deyir, ayın 9-u 8 AM-də tamamlanacaq. Gerçəkdən mənim polisimdə bayaq bunda qeyd etdik. Nə vaxt tamamlanır? Gerçəkdən də ayın 9-u səhər 8-də bu polisinin vaxtı bitir. Və özündə bunu qeyd edibdir. Görürsünüz, adını yazıb, həmən schedule'ın verdiyimiz addır və bitəcək zamanı burada göstərir bizim üçün. Okay. Və istəsək biz bunu və bu istifadə olunur hal-hazırda. Zaman bitdiyi anda avtomatik özü disable edəcək. Və yaxud da ki, mən burada indi gəlib disable rule'ları göstər desəm, və yaxud bizdə bu shadow rule'lar disable olmuşdu, etdik. Sonra burada klik edib, avtomatik olaraq deyə bilərəm ki, gəl, get bunları sil deyə bilərəm. Delete deyə bilərəm və gedib bu polisləri artıq siləcəkdir. Və bunları sildikdən sonra biz gəlib polisi bölməsinə daxil olduğumuzda görə bilərik ki, artıq firewall'umuzda həmən o security rule'lar yoxdur. Və commit verib yaddaşa verdiyimizdə avtomatik olaraq bunlar hamısı yaddaşa oturur. Okay? Əla. Daha sonra burada isə bayaqdan biz nə qədər commit vermişiksə, firewall'da commit verib yaddaşa verdiksə, hər bir yaddaşa verdiyimiz üçün XML vəziyyətində avtomatik olaraq running config-in hamısını alıbdır. Ən sonda nə baş verdi, nə tər oldu, hamısını yadda saxlayır. Tamam? Əla. Daha sonra isə gəlin bir dənə nümunə sizə göstərdim və burada əlavə olaraq da biz burada security bölməsində, istər NAT bölməsində bu halda edə bilərik. Baxın, NAT bölməsini, misal üçün hər hansısa bir NAT-ı söndürmək istəyirsə, gəlib burada işarələyib NAT-ı söndür deyə bilərik. Hər hansısa bir NAT-ı söndürmək üçün ola bilər ki, artıq deyirlər ki, bu internet aksesinə ehtiyac yoxdur, buradan söndürürsünüz. Bizdə burada firewall'da bir dənə NAT rule var, ümumi eni NAT rule'dur. Gəlin baxaq. Gəlsin buradan gözləyək. NAT rule var beləsinə və biz istəsək gəlib bunu buradan disable deyə bilərik ki, avtomatik olaraq NAT rule gedib bizim üçün disable edə bilər. Artıq görürük ki, firewall'da NAT rule disable olunubdur. Məsələn, mən indi bunu qayıdıb enable edirəm. Aktiv edək. Okay, özünə gəlsin. Və yenidən yaddaşa verirəm. Hər yaddaşa verildikcə bilin ki, running config-i götürür. Okay, əla. Biz istəsək burada decryption bölməsinə girə bilərik. Decryption bölməsində biz firewall'da hansı ki decryptionlar yaradırıq, çoxlu sayda. Tamam, gəlib burada deyək object bölməsində URL kateqoriyada decryption listlər yarada bilirik. Aynən bunları da biz buradan decryption bölməsinə girərək avtomatik olaraq shadow olan decryptionları və yaxud da disable olan decryptionları çıxarıb aynən də bura seçib delete edib silə bilərik. Tamam, bütün firewall'lardan və ya da bir firewall'dan. Tamam? Əla. Eləcə də NAT rule'larda. Shadow olan NAT rule'ları və ya disable olanları da seçib silə bilərik. Tamam? Əla. İndi isə gəlin rule traffic bölməsinə və bir də NAT traffic bölməsinə gələk və burada sizə deyim. Məsəl üçün bizdə hər hansısa bir policy var. Misal üçün deyək, layihə ilə bağlı və ya hansısa işlə bağlı biz /24-dən bir yerə akses vermişik. Ancaq bizdən də tələb olunur ki, security tərəfdən və ya da infosec tərəfdən ki, bizdə /24 subnetindən və ya da ümumi /16 bir subnetdən akses verilməyi düzgün deyil.
Ona görə biz bunu daha da spesifik hala gətirməliyik. Bu isə get-gedə şirkətlərdə etmək daha da çətinləşir. Gəlin indi hər hansısa bir security rule daha spesifik hala gətirək. Misal üçün deyək, şirkətlərə hər hansısa bir /16 subnetindən hər hansısa bir destination /24 subnetinə akses verilir. Mən indi nümunə olaraq burada eyni access deyilən rule var. Mən bunu daha spesifik hala gətirəcəm və beləcə görəcəyik. Deyək ki, sizdə bir rule var. Yenə deyirəm, /16 ilə və ya 24 ilə müəyyən bir başqa 24 subnetə akses verilə bilər və bunu daha spesifik hala gətirmək istəyirsiniz. O zaman biz bu polisinin adını götürürük və daxil oluruq Configure Lanes proqramına. Və burada Rule Traffic bölməsinə daxil oluruq. Hansı firewallda iş görəcək onu seçirik. Bizə nəticə olaraq bu loqla bağlı son 6 ayın loqu lazımdır. 6 ay ərzində kim ara giribsə o haqda bilgilər və yaxud da son 1 il ola bilər. İstəyə görə dəyişə bilər bunlar. Mən son 6 ayın loqunu istəyirəm və həmən firewallda olan security rule'ları burada göstərir mənə. Eyni access rule'unu seçirəm və collector deyirəm. Avtomatik olaraq bununla bağlı, bu security rule-la bağlı nə qədər sorğu olubsa, bütün hamısının siyahısı burada çıxacaq indi. Məndə indi lab ortamı deyə burada yalnız 1-2 IP-lər arasında sorğu var. Mən burada firewallda burada bizdə DMZ zone var. Burada Active Directory qaldırmışdım. Və Palo Alto dayanmadan Active Directory'yə sorğular keçir. Və buradan görə bilər ki, 10.40.254 bunun IP-sidir. 10.40.222 də bizim LDAP serverdə, hansı ki Active Directory'də. Və burada 10 sorğusu var. 10.40.254-dən 10.40.222-yə gedən sorğudur. Sadəcə bir dənə bu sorğu var da, başqa tərəf ki yoxdur deyə, sorğu keçməmişəm deyə yoxdur. Tamam, sizdə ola bilər ki, burada source olaraq, source hissədə, baxın bu hissədə, bunun aşağısında yüzlərlə 100 dənə IP ola bilər. Destination hissədə 100 dənə destination IP ola bilər. Və yaxud da application yerində burada, misal üçün 2 dənə application göstərir, incomplete, tamam, bir də DNS göstərir, amma sizdə burada 10-15 dənə application ola bilər. Və yaxud da service port hissəsi var, bax, service group sizdə port hissə var. Hal-hazırda burada TCP 135, 389 və UDP 53 portları var. Burada sizdə 10-15 dənə port ola bilər. Mən gəlirəm, bu portları select all deyib seçirəm. Baxın, select all deyirəm. Destination IP hissəsində select all deyirəm. Application hissəsində select all deyirəm, bu applicationları seçsin. Daha sonra port service bölməsində select deyib seçirəm bunun hamısını. Daha sonra isə avtomatik və ya da application burada yalnız DNS götürdü. Incomplete'i qeydə almır. Tamam. O zaman application'ı buradan eyniləyirik. Tamam. Çünki qeydə alınmayan application'lar bizdə firewall tərəfdən qeyd olunmur. Yəni burada eyni verməlisiniz incomplete yerinə. Çünki onu qeyd edə bilsin deyə eynidir. Okay. Daha sonra bunları seçdikdən sonra aşağı düşdüyünüzdə baxın burada avtomatik olaraq bir dənə security rule name yaratdı, ad yaratdı. Həmən bu rulun deyir mən, bu rulun üzərində deyir mən bir rule yaradacağım. Yeni rule bu sən seçdiyin source destinationları. Və yaxud da bunun üzərində modify edib birbaşa üzərində yarada bilərik və yaxud da ki üstündə yarada bilərik. Və source IP-ni qeyd elədi. Sizdə ola bilər ki 20-30 dənə, 40 dənə source IP ola bilər. Destination burada bu IP-ni qeyd edib. Sizdə 20-30 dənə, 40 dənə, 100 dənə IP ola bilər. Bunları qeyd edir. Application-ı qeyd elədi və portları, baxın TCP portları qeyd elədi. Bu portlar istifadə olunur dedi. Və mən indi burada adı, misal üçün normal bir ad verib yaza bilərəm burada. Və yaxud da ki, burada baxın source group name. Mən istəsəm, source burada olan misal üçün 100 dənə IP ola bilər. Burada group name adı yaradıram. Avtomatik olaraq cihaz gedib buna aid adreslər yaradır. Sonra bu adres verdiyim ada uyğunda adres qrupun altında bunu qrup altında yığmış olur. Və yaxud da destination'da group name olaraq, qrup olaraq, adres qrup olaraq yarada bilərik. Ad verərək gelib adres qrup yaradar. Burada destination olan bütün IP-ləri bu adres qrupa daxil edir. Eynən application da ola bilər, bu service group da ola bilər. Və bunları yazdıqdan sonra bir decryption yaza bilərik və sadəcə burada create rule deyib artıq rule yarat deyirik. Biz bunu dedikdən sonra sadəcə gözləyirik. Bir müddət keçsin. Artıq bizdə həmən bu adda bir rule yaranacaq və qeyd etdiyimiz bu standartlara uyğun olacaq. Source bu, destination bu, bunlara uyğun. Baxın, artıq rule deyir yaradıldı. Biz qayıdırıq artıq firewall-a. Daxil oluruq policy bölməsinə.
və polis bölməsinə girdikdə gözləyək. Polislər gəlsin. Artıq biz aşağı gəldikdə yeni bir baxın burada rule görürsünüz. Görürsünüz ki artıq belə bir rule yarandı bizim üçün. Tamam. Görün yaxınlaşdıram biraz. Okay. Rule'da qeyd olunub ki source IP 10 baxın 40254'dür. Destination IP budur. Portlar budur. Qeyd olunub hamısı. Və biz sizə buradan aksesi normal edə bilərik. Any access specific any access. Tamam, burada görürsünüz bunu configure links proqramı deyir. Bu özü elədir. Əla, super. Adını dəyişə bilərik buradan və ya da əvvəlcə verəndə dəyişə bilərdik. Tamam. Bunu etdikdən sonra isə artıq gəlirik. Deyək ki, indi biz bilmək istəyirik ki, artıq 1-2 son 6 ayda istifadə olunan bunlardır. Əla. Sonra gəlirik, artıq bu yuxarıda bu rule var. Aşağıdakı rulun hitini sıfırlayırıq. Deyək ki, bunun hitini sıfırlayaq. Aha. Daha sonra isə commit verib yaddaşa veririk. Bunu nəyə görə deyirəm? Ola bilər ki, siz bir neçə günə gözləyə bilərsiniz, 1-2 gün. Görün, bura hər hansısa bir match olan var. Görəsinizsə yoxdur. Zaten hər kəs elə yalnız bu yuxarıda qeyd olunan bu 6 ayda bunu istifadə edirsə, yenə bunu istifadə edəcək. Bir gündə gözləyirsiniz, görürsünüzsə hit yenə sıfırdır. Demək ekstra bir şey yoxdur. Artıq bu rule bizim üçün keçərlidir. Vəssalam, bunu elədiniz. Commit-i verib tamamlayırsınız. Səhərsi gündə hitin sıfır olduğunu təzədən gördükdən sonra sadəcə gəlib həmən bu rule-u disable edirik. Artıq bu rule bizim üçün eyni rule-dan çıxmış oldu. Tamam. Eyni olmur, daha spesifik halda olmuş olur. Tamam. Bu şəkildə də rullarımızı da, security rullarımızı da daha spesifik hala gətirə bilərik. İndi isə gəlin sizə daha bir özəlliyi deyim dostlar. Deməli biz də burada bunu rulları spesifik hala gətirdik. Bu şəkildə bir-bir eləyə bilərik. Çox gözəl. Əlavə olaraq da fikir verin, bizim bu firewallda nə qədər rule var ki, burada heç birində hit yoxdur. Görürsünüz, hit yoxdur heç. Hit yoxdursa bu rullar niyə istifadə olunsun ki, burada qalsın ki? Bunları da nəyə verək biz? Optimizasiya edib təmizləyə bilərik. Hal-hazırda bəlkə də sizdə firewallda 4000 rule varsa, bəlkə də onun heç 1000 dənəsi istifadə olunmur, heç hit yoxdur. O rullar orada niyə qalsın ki? Və halbuki 6 aydır, 1 ildir ki, bunda loglar, hitlər yoxdur. Ona görə də bunu da optimizasiya etmək üçün, təmizləmək üçün gəlirik configure links proqramına, daxil oluruq security policy bölməsinə. Və burada last hit dediyimiz bir özəllik var. Bunun üzərinə klik edirik. Üzərinə toxunduqdan sonra biz qeyd edirik buradakı son 1 ayını da işləməyən logları mənə göstər. Və ya da son 3 ayda ümumiyyətcə hit olmayan rulları göstər. Son 6 ay ola bilər, 1 il ola bilər, 2 il ola bilər. Məndə indi buradakı VM 2 ildir, aktiv deyil də. Ona görə də real bilgiyə əsasən indi bu 1 ay götürür də. Çünki mən bunu yeni əlavə eləmişəm bu configure links proqramına. Ona görə də son 1 ayın hal-hazırda buna logları var. Görürsünüzsə yazılır ki, bu loglarda, bu rullarda hit olmayıbdı ümumiyyətcə son 1 ayda. Əgər sizdə şirkətdə firewallda son 6 ayın loqu lazımsa vurursunuz, son 6 ayda çıxır ki, log yoxdur ümumiyyətcə. 6 ay içərisində bu qədər rulda ümumiyyətcə log olmuyor. Tamam. Bu 1 ayı görsə, son 1 ay olmayanlardır. Son 3 ay vuranda ümumiyyətcə 3 ay olmayanlar görür. Ən azı 3 ay və yuxarı olmalıdır. 1 ay vuranda 1 ayı keçmişlər olmalıdır. Misal üçün, ən azı 1 ay. Misal üçün 3 ayı vurdunsa, misal üçün 2 ay 15 gündürsə, 2 ay 29 gündürsə yenə qeyd alınmayacaq. Yəni bu sırf 3 ay keçmiş. Bunlar indi 1 ayı keçmişlərdir ona görə. Məndə bu lab harasa 1 ayda işlədirəm bunu, firewall-u. Ona görə də 1 ayda. Tamam. Çünki üzərində olan last hitə baxır. Baxın, polislərdə nəyə baxır burada? Last hitə. Last hit nədir? Baxın, bu last hit bölməsində ən son hit olunmuş zaman. Fikir verin, bu polisidə, bayaq yaratdığım bu polisidə, spesifik yaratdığımda hələ də loglar var. Nə vaxt? Fikir verin, 2026-nın 7-ci ayı ayın 8-i. Tamam, iyul ayının 8-də və gecə 01:35-də log olub. Və bu zaman tarixini qeydə alır. Əgər bunlarda fikir verin, bəzi hitlərdə sıfırdır, amma zaman tarixi last hit yerində zaman tarixi olmayıbdır. O zaman nəyə baxır? O zaman baxır, bunun create olunmuş vaxtına, haçan yaradılıb bu polisi. Tamam. Baxır ki, polisi 5-ci ay yaradılıbdır. 2026-nın 5-ci ayı. Üzərindən gerçəkdən də 1 ay keçibdir.
Ona görə də deyir ki, yəni bunu mən last hitini görmədim. Last hiti görsəydi ona görə hesablayacaqdı. Tamam. Last hit olmuş olsaydı, baxacaqdı ki, bu ən axırıncı səfər hit nə vaxt olub? Burada görürsünüzsə 7-si 7-ci ay, məsələn, dünən olub bunda. Tamam. Bunda indi, məsələn, bugün 7-ci ay ayın 8-i olub. Bunda 6-cı ay ayın 28-i olub. Hələ üstündən bir ay keçməyib. 7-ci ay 28-dən sonra bir ay keçəcək. Tamam. Əgər last hit varsa, ona görə baxır, əsas nəticə çıxarır sizə. Last hit yoxdursa, yaranmış tarixə baxır. Əgər bir polisi yaranıbsa, ona baxır və yaxud da modify-a baxır ən son olaraq da. Modify özü belə, baxın, 5-ci ayın 29-udur, modify da 5-ci ayın 29-udur. İkisi də eyni. Baxın, 5-ci ayın 24-üdür, 5-ci ay 29-udur. Bu 29-una baxacaq əsas, modify-a. Baxır ona. Əgər üzərinə bir ay keçib də onun hamısının listəsini çıxarır sizə. Tamam? Əla. Bunu gördük. Bəzən də elə rullar var ki, misal üçün, mən indi bunu misal üçün, burada Armeniya DN qoymuşam da polis ilə, düzdür? Təhlükəsizlik tərəfinə düzdür ki, Ermənistandan gələn və ya çıxan sorğular olmasın. Deyək ki, Ermənistandan da bizə heç bir sorğu olmuyor. O zaman bunu disable etməyə düzgün deyil axı. Sabah bir günlərin bizə problem yarada bilər də. Niyə bu disable olsa? Sabah bir gün sorğu keçsə, keçəcək, işləyəcək nəsə. Tamam. Biz burada DN etmədik axı. Ona görə də bəzi rullar var ki, siz burada bunlarda siyahıdan çıxara bilərsiniz. Yəni, tamam, burada hit yoxdur, amma bunu siyahıdan çıxar. Bu göz işarəsi var. Bunun üzərinə vurduğunuzda artıq bu siyahıdan çıxır. Mən 2 dənə o Ermənistan olanları siyahıdan çıxardım. Bizdən gedən ora trafik və oradan gələn ikisini də çıxardım. Yəni, bu deməkdir ki, bunu last hitlərdə qeydə almayacaq. Artıq verəndə mənə digərlərini verdi. Yalnız onları çıxdı. Bəzi rullar var ki, ola bilər hit olmasın, amma siz üçün önəmlidir də, olmamalıdır. Onu da belə göz işarəsi qoyub çıxara bilirik. Tamam. Bunları çıxartdıqdan sonra bunlar excluded bölməsinə gəlib düşür ki, burada görürük ki, həmən polislər burada da exclude olunub. Yəni ki, bunlar ümumiyyətcə bizdə firewall'un bu skorlarına, ümumiyyətcə bu firewall'larda, log analizlərdə bu rulları siz görməyəcəksiniz. Bu yalnız ayrılmışdır. Zaten də olmağı olan şərtlərdən biridir bu rullar. Tamam. Okey, o zaman gəldi mən last hitə. Məndə indi hazırda 1 ayın logları var da, 1 ay hit olmayanlar var. 3 ay yoxdur hələ ki elə bir şey. Çünki firewall'un özünü 3 ayda istifadə etmirəm də, o qədər şey yoxdur. Ona görə 1 ay vurdum, deyək siz 6 ay vurdunuz. 6 ayda hit olmayan sorğular, rullar. Çıxartdınız onları. Deyək ki, mənim kimi beləsinə. Sonra bunun hamısını işarələyirsiniz. Və burada qırmızı buton var, hansı ki disable et butonu var. Və bunun üzərinə vurub, deyir ki, get disable et. Artıq bunun sayəsində bütün rulların hamısını bir-bir gedir. Həmən firewallda burada ümumi seçə bilirsiniz də. Yəni, baxın, mən burada firewall olaraq all seçmişəm və yaxud da bir firewall seçə bilərəm. All demişəm, bütün firewallda olan last hitləri çıxaracaq. Seçdim, vurdum və salam. Gedib artıq indi firewalla baxıram. Təzədən polisi bölməsinə gələrəm. Və indi polislər gəlsin. Görürsünüzsə, baxın, hit olmayan polislərin hamısını disable edibdir. Görürsünüz? Hamısını disable edib artıq. Hepsiyo. Ondan sonra istəsəniz gəlib belə də deyə bilərsiniz ki, ümumiyyətcə bütün firewalllara disable olan rulları görsət. Təzədən görsətdi, üzərinə klik etdiniz, dediniz get bunu sil. Tamam. Və vurdunuz, avtomatik bu polislərin hamısında gedib firewalldan sildi. Gəlib baxırıq artıq security polisi bölməsinə. Baxaq. Baxın, hamısını sildi, yerdə qalanlar artıq bunlardır. Gördünüz? Və salam. Artıq hit olub və gerçəkdən işləyənlər. Tamam. Və bu polisində nəyə görə? Hiti yoxdur, amma saymır. Çünki bu modify vaxtına baxdı. Bu hal-hazırda 2026 7-si 8-ci ay yaradılıb. Üstdən gəlib bir ay keçək ki, 0 olsa da belə onu resetləyəm. Yəni, belə görə biləsiniz də. Yəni, siz buradakı hansı ki security rule bölməsində ol gələndə bu last hitdə bunu görəsiniz. Tamam, əla. Və salam. Firewall daha spesifik hala gətirdik, üzərində işlədik, işlərimizi gördük. Və beləsinə dostlar, bunu kimi də çox configure links proqramımızda çox şeylər var. Misal üçün, burada security profile var, LDAP-a bağlaya bilərsiniz və yaxud da Radius'a bağlaya bilərsiniz. Və yaxud da mail serveriniz varsa, mail server config edə bilərsiniz ki, sizə avtomatik olaraq raportlar göndərə bilər. Bizdə burada raport bölməsi var. Hal-hazırda critical olan, firewallda olan critical olan polisləri görsəlir. Misal üçün, Binnet girdi, bir polisi yaratdı, service, any application, any belə bir rule verdi. Critical bir polisidir. Avtomatik o raportların hamısı burada yerləşir, yığır burada, saxlayır. Raport kimi çıxarıb görə bilərsiniz.
və yaxud da mailə bağlaya bilərsiniz. Bu raportların hamısını mailə göndərə bilər. Aynən də bu fiziki firewalllarınız varsa, onların slotlarını, hansı slotlar istifadə olunur, hansı fiziki interfeysdə problemlər çıxır, onların hamısını görə bilərsiniz. Lisanslar haqqında məlumatları görə bilərsiniz ki, hansı bir sizdə lisenziya varsa firewall, o həmən lisenziyanın vaxtına bir ay qalmış sizə mail göndərir, bir həftə qalmış mail göndərir və bir həftədən sonra hər gün başlayır mail göndərməyə. Lisenziyanın vaxtı bitəndən sonra mail göndərmir. Eləcə də əlavə olaraq da firewallda bütün 30 gün ərzində nə konfiglər olunub, kim nə yaddaşa verib, kim nə konfig edib, hamısını burada raport olaraq çıxarda bilirsiniz. Tamam? Əla. Bu şəkildə dostlar və burada administrativ bölmədə userlərə access verə bilirsiniz ki, bu proqrama girə bilsin. Aynən eləcə də admin rule yarada bilərsiniz, hansı menyuları görə bilsin, hansıları görə bilməsin. Və yaxud da bu adi user olsun, baxın burada super user mi olsun. Bu şəkildə mesela add user deyim. Burada deyirəm ki, bu super userdir. Və yaxud da super user yox, read only'dir super user. Verirəm, userin adını yaradıram. Lokal database'dən çəkə bilər, Active Directory'dan və yaxud da Radius'dan test edə bilər. Bu şəkildə özəllikləri də var. Aynən Palo Alto'da olduğu kimi. Və edit config bölməsi var burada dostlar. Hər zaman hansı firewallda nəsə ol deyəndə hamısını göstərir. Hansı firewallda nəsə silindi, nəsə əlavə olundu, modify olundu, nə oldu, bütün hamısını qeydə alır. Məsələn, mən bu firewalla adminlə girib bayaqdan belə işlər görürdüm. Onları qeydə alırdım. Məsələn, binnet olsaydı, girsəydi, kiminsə ad user olsaydı, onun adını yazacaqdı, göstərəcəkdi. Daha sonra running configləri alarkən hər zaman biz burada firewallu, istənilən firewallu seçə bilər və set komandası olaraq da hal-hazırda olan konfig, köhnə olan konfiglər arasında da belə baxıb özəlliklərə baxa bilərik. Misal üçün 1222 dənə artıq burada komanda var, amma burada isə 1141 dənə. Nəsə rule yazdığınızda bunların sayı artır. Köhnə və yeni olaraq əlavə edir və göstərir bunlar sizə. Siz bunları görə bilirsiniz. Bunun kimi dostlar, bu videonu çəkib sizə tanıtmaqda məqsədimiz ümumiyyətlə sizin rəylərinizdir. Mən sizin rəylərinizi almaq istəyirəm. Fikirləriniz nədirsə yazın. Ümumiyyətlə proqram sizə xoşunuza gəldimi? Hansı özəlliklər sizə daha çox cəlb elədi? Nə diqqətinizi çəkdi? Bu proqramı almaq istəyərsinizmi? Ümumiyyətlə sizdə şirkətinizdə çoxlu optimizasiya işləri varsa, bu işləri görmək sizə gerçəkdən sərf edirmi? Ümumiyyətlə bunlar haqqında yorumlara yazmağınızı, eləcə də mənlə əlaqə saxlaya bilərsiniz. Sağ olun, məni izlədiyinizə görə hər birinizə təşəkkür. Allah amandır.